Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün sizlə Məsəd Şairlər Məclisinin sədri Cəvahir Qaraqızı çox gözəl bir məkandayıq. Bizim sevimli Məsəd Şairlər Məclisinin üzvü rəssam Zəkiyə Mahmudovanın evindəyik. Çox gözəl, onun çox sevdiyim bir rəssamdır. Onun əsərlərinlə mən onu sevmişəm və onu Məsəd Şairlər Məclisinə dəvət eləmişik. O məmnuniyyətlə öz əsərlərini bizə təqdim edir və biz də onun əsərlərini sevə-sevə baxırıq. Bax, burada biz gördüyümüz stolda Zəkiyə xanımın deməli 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olduğu vəsiqəsi var. Bu, ona görə Zəkiyə xanımın həyat yolu o qədər zəngindir ki, inanınız ki, biz baxdıqca heyran olduq. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Deməli, burada da Zəkiyə xanım 2006-cı ildən üzv olubdur və Azan Film, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azan Filminin də üzvüdür, onun vəsiqəsidir. Bu da onun çox geniş əhatəli yaradıcılığına dəlalət eləyir və burada mən bir medal görürəm, Sovet İttifaqının medalıdır, hansı ki bu medaldan mənim atamda da var. Burada yazılıb Победитель социалистического соревнования 1978 года. 1978-ci ilin sosialist əməyi qəhrəmanı medalıdır. Bu medal tək-tək adamlar ala bilirdi. Hansılar ki, bir beşilikdə, iki beşiliyin planını yerinə yetirənlər, yaxud işdə həddindən artıq fərqlənənlər, çox gözəl nəticə verənlər və buna görə mən çox sevinirəm və Zəkiyə xanımın belə bir vəsiqəsi də var, fəxri ada layiq görülübdür. Zəkiyə xanım Mütəllibova əməkdar mədəniyyət işçisidir. Bu da gözəl bir Zəkiyə Mahmudovanın çox böyük, bu da bir ucalığıdır ki, o əməkdar dövlət Azərbaycan Respublikasının prezidenti tərəfindən əməkdar mədəniyyət işçisi adına layiq görülübdür. Və biz burada gözəl onun əsərlərini görürük. Görürsünüzmü? Gül butasını görürük burada. Zəki xanımın öz rəsmini görürük. Və burada jurnalı görürəm mən. Bu jurnalda 20-ci əsr Azərbaycan qadınları, o həm Azərbaycan dilində, həm Rus dilində, həm də İngilis dilində çap olunub və burada Zəkiyə xanıma aid bir lövhə də var. Burada Zəkiyə Mahmudova, onun haqqında, həyat və yaradıcılığı haqqında yazılıbdır. Sonra burada belə bir yenə də kitab görürəm mən. Bu kitabın adı da Azərbaycan Animasiya. O həm Azərbaycan dilində, həm də Rus dilində. Bəli, əziz tamaşaçılar, bu gözəl yay səhərində Zəkiyə xanımın evində biz çox gözəl, səmimi bir görüşümüz oldu. Və bu görüşdə mən bütün hər kəsi, bax belə rəssamlarımıza, şairlərimizə, yazarlarımıza dəyər verməyi, onları xatırlamağı, onların evlərinə gedib, lazım gələndə, əgər onlar məclislərə gəlməyi baxdıqsa da ki, səngiyir, onları gedib evində onlarla çəkiliş aparmağı, səmin bir çay süfrəsi arxasında görüş təşkil eləməyi mənim üçün, mən özümə mənəvi borc bilirəm. Ona görə də Məsəd Şairlər Məclisinin bu 20 illik yubileyidir. İnşallah biz bu yubileyə hazırlaşırıq və bu yubileydə inşallah bizim rəssamımız Zəkiyə xanım Mahmudova da bizim Məsəd Şairlər Məclisinin tərəfindən dəyərləndiriləcək inşallah. Allah qoysa. Və mən burada sözü Zəkiyə xanıma verək. Zəkiyə xanım, özünüz haqqında danışardınız. Necə oldu ki, siz sevdiniz rəssamlığı? Necə oldu ki, siz bütün bu gözəl əsərləri yaratdınız? Hansı ideyalarla və elə əsər qalıbmı ki, çəkmək istəmişsiniz, amma onu hələ ya katan üzərinə, ya kağız üzərinə, ya mumcuqlarla hələ onu ərsəyə gətirməmişsiniz. Buyurun. Şair xanım, siz bizə xoş gəlmişsiniz. Mən çox şad oldum ki, həqiqətən sizin kimi bir gözəl xanımla görüşürəm. Siz mən haqqımda demək olar ki, bizim Azərbaycan xalqına tanıtdırmaq istəyirsiniz. Çox sağ olun, var olun. Bəli, mən uşaq ikən 4-də oxuyurdum.
Balxan qəsəbəsində. Özüm Fatmalı qızı ola Balxan qəsəbəsində yaşamışıq. Atam neftçi olduğuna görə oraya köçüb. Adı neydi atanızın? Güləmi Mikailov. Hə. Fatmalı Allah kəndində. rəhmət eləsin. Anam Balxanlı qızı idi. Hə, nə gözəl. Orada demək olar ki, mən məktəbdə oxuyanda 200 dönmər məktəb idi. Orada Rahib Qədimov rəssam vardı. Əhmədlər rəssam idi də, tanınmış bir şəxsiyyət idi. O mənə 4-cü sinifdə oxuyanda, yadıma indiyəcən gəlir ki, mən resim çəkəndə yaxınlaşdı, dedim, mənə qızım, sizə ayrıca rəssam var. Dedim, xeyr, müəllim, yoxdur axı. Deyir, sən gələcəyin gözəl rəssam olacaqsan, mənim qızım. Necə uzaq görərmiş. Bəli. Elə bir indiyə qədər onun səsi mənim qulağımda cingildəşir. Allah onu qəni-qəni rəhmət eləsin. Amin yarabbim. Həqiqətən də. O sizə stimul verir, motivasiya verir. Elə bir ki, o bax, bünövrəsini qoyub da, sizdə rəssamlığa həvəsin, rəssam olmağın bünövrəsini qoyub. Tərcəmə. Onlar bu yanından elə bir ki, biraz da ruhlandım. Biraz da başladım işləməyə, rəsm çəkməyə. Bizim Balxan kəndində həyətimizə o vaxtlar deyirdilər, belə kürəfəngi deyirdilər, yuxarı yerlənən bir yer. Orada oturub şəkil çəkirdim. Bəli, hələ uşaq ikən başladım mən rəsmlə məşğul olmağa. Hamısı mənə deyir ki, Güləminin qızı deyirsən rəssamdır. Balxan kəndində ilk qadın Zəkiyə xanım çıxacaq. Mən də qürurlanırdım ki, bəli, mən rəssamım, sevinirdim. Özümlə fəxr edirdim. İstəyirdim, atam fəxrədir. 12 uşaq sahibi olub. Heç olmasa ailəsində biri tanınmış bir şəxs olsun. Kövrəldir. Çox. O da gözəl bir hissdir. Atalar. Atam ki, Güləmin qızı burada oturup çekiş edirdi. gələcək rəssam olacaq. İnşallah. O Allah qoysa, mənim adımı yaşadacaq. Çekiş edirdi. Həqiqətən də mən atamın adını yaşadıram. Nə gözəl, nə gözəl, nə gözəl, nə gözəl. Baxmayaraq ki, mənim anam özü qəşən mahnılar oxuyurdu. Rubabı Muradovla bir yerdə səhnəyə çıxmışdı. Nənəm ona izin verməmişdi. Dedilər, heç olmasa anın oxumadı. Anamızın adı nədir? Xanım Dadaşova. Nə mahnısı ifa Bütün eləmişdi bizim televiziyada? təsnif oxuyurdu, segah oxuyurdu, muğama Cahargah təsnifi. Çox bəli. Çox gözəl. Rubabı Muradovla bir yerdə Balxan kəndə toylar bir gedirdilər. Hə, onu da deyim əziz tamaşaçılar, o vaxtlar hələm adam televiziya buraxılmırdı. Şəxsən mən 90-cı ildə Azərbaycan televiziyasına dəvət alanda ilk dəfə Bədii Şuradan keçdim və mənə Mailə xanım Muradxanlı Azərbaycan televiziyasının ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru bir də mənə zəng elədi, evdəydim. Cəvahir xanım, səni təbrik edirəm, Bədii Şuradan keçmisən. Ona görə bilirəm ki, müğənnilər, aktrisalar, bax elə sizin ananız da o Azərbaycan televiziyasında o gedirdisə, deməli görün nə qədər istedadlı bir xanımıymış ki, onu televiziya çəkiblər. Buyurun. Bəli, mən anamla çox fəxr edirdim. Hər toya gedəndə xahiş edirlər ona ki, al qavalı əlinə başla qızım çox oxumağa. Mən onun yanında durub baxırdım, dedim, ay anam görünce sevilə. Mən görsən gələcək sevəcəklər. Mən mütləq rəssam olacağam. Siz də sevirlər. Hamı sevir ki, gəlmişik, görürsünüz. Biz gəldik bugün. Həqiqətən də mən çox sevindim siz bizə girəndə. Həqiqətən də Allah sizə can sağ versin. Yaradıcılığınız həmişə uğurla başa çatsın. Seviləsiniz. Necə sevilirsiniz, daha da seviləsiniz. Çox sağ olun ki, mənə yada sahib gəlmişsiniz. Məni də işıqlandırırsınız, halı tanıtdırırsınız. Allah sizi var etsin. Uzun müddət mən Cəfər Cəfərov adlı kinostudyanın işçisi olmuşam. Əvvəl cizgi filmlərdə rəssam işləmişəm. Sonra məni dəvət ediblər bədii filmə, geyim rəssamı. Sonra məni çağırıblar ictimai kanalına. Sonra Ailəsiz kanalında işləmişəm, çalışmışam, geyim rəssamı kimi. Həqiqətən də mənim ömrüm yaradıcılığına indiyə qədər də əsərlərimi işləyirəm. Düzdür, stüdyodan biraz uzaqlaşmışam. Bəlkə də yaşıma görə uzaqlaşdırdılar məni. Bilmirəm, mən şikayət eləmirəm. Lazım olsa çağırsalar, hələ ki mənim əlimdə demək olar ki, beynim, əlim yaxşı düşünür. Axırıncı filmi Qulu Əskərovun filmində olub. Ögey ana filmində işləmişəm. O təzə versiyada çəkilmişdi. Orada biraz işlədim. Sonra oradan uzaqlaşdırıldım. Neysə, gələcəyimiz yəqin ki, gözəl olar. Hələ ki, yaşayıram. Potensialımız var, işləmək. Yaşayıram, baxmayaraq yaşım keçib, amma yenə də həvəskaram. Nə yaşınız var ki, hələ siz, bu, hər yaşın öz gözəlliyi var. Siz həyatınızın müdrik çağındasınız. Bu gözəl, zəngin həyat yolunuzla hamının qəlbində özünüzə yol tapmışsınız. Atanızı xatırlayanda doldunuz, deyir, könlüm ata nəsihəti istəyir. Tellərinə qurban olun, ay ata.
Hərdən səhvim üstə döyməni, əllərinə qurban olum ay ata. Ananız xatırladınız, deyir o qədər doğmasan, o qədər əziz. Sənin tək istəkli bir olanım yox. Ay hissi, duyğusu hamıdan əziz. Sənə məhəbbətim hər istəkdən çox. Sənə sədaqətim ölçü qədərsiz, dünya bu sevgidən nədən xəbərsiz. Duyanlar önündə qaldılar səssiz. Sənin tək istəkli bir olanım yox. Çəkilsin önündən daşlar, təpələr, ay ana. Başına altın səpələr. Daha bu dünyaya sən tək kim gələr? Kim gələr ki olsun gözü beylət o? Cəvahir qurbandır gül camalına. Dilindən süzülən sözün balına. İncə gülüşünə, xoş rəftarına. Ya Rəbbim, ya Rəsulallahım, sən bizə anaları görmə çox. Ana məhəbbətim hər istəkdən çox. Ana sədaqətim hər istəkdən çox. Yaşasın şərəfli analarımız. Dünyasını dəyişən analara da Allah rəhmət eləsin. Zəkiyə xanımın da deyim, eyni zamanda gözəl bir anadır. Biz onunla mütəmadi danışdıqca qəhrəman anadır və o nəvələrini xatırlayır, nəticəsini xatırlayır. Oğullarına dəstəyini, əlini çəkmir. Ana, ata, son gününə qədər bizim əlimiz evlatlarımızın kürəyindədir. Və əziz tamaşaçılar, Zəkiyə xanım, rəssam Zəkiyə xanım Mahmudova, sosialist əməyi qəhrəmanı, eyni zamanda Azərbaycan prezidenti tərəfindən əməkdar mədəniyyət işçisi adına layiq görülüb. Və burada biz deməli Zəkiyə xanım Mahmudovanın şah əsərini görürük. O xatırlatma belə elədi ki, rəhmətlik yoldaşınla tez-tez gedərmiş gəzintilərə, təbiətə və o təbiəti öz xəyallarıyla canlandırıbdır. Çox da gözəl canlandırıb və bu əsərləri də mən istəyərdim ki, göstərək. Çox maraqlı bir əsərdir. Zəngin bir əllə işləyib, muncuqlarla işləyib, istəyirəm operatorumuz onu yaxından götürsün. Burada neft buruqlarıdır, çox gözəl, Xəzərin neft buruqlarını çəkibdir, nə gözəl. Həm də xanımın atası neft buruqlarında işləyibdir. Ona görə o neft buruğunu... Onda böyük bir təsirat yaratdı. Burada da gözəl bir rəsm əsəridir, nə gözəl gül butasını çəkibdir. Və gəlin bu əsərləri də götürək, operatorumuzdan xahiş eləyək. Bax bu, deməli Zəkiyə xanımın əl işidir. Meşələri görünür, çox sevir, rəssamlar ümumiyyətlə təbiət sevərdilər. Görürsünüz nə gözəl meşələr, meşənin içində bir dincəlmək evi. Hər bir rəsmdə də Zəkiyə xanımın imzası var və orada da yenə də qarlı dağları çəkib, qışı çəkib, o bir yerdə bahar fəslini çəkib. Burada qara qız çəkmirsən, bu yəqin ki Afrikalı qızdır. Bu özü də bir gözəllikdir. Burada da bizim xanımın sifətini göstərir şlyapada. O da bir xoş təəssürat bağışladı bizə və şlyapada qız gedir çəmənlikdə, o gözəl əsrarəngiz bir gözəllikdə. Və burada yenə də mən istəyirəm burada çəkək. Bax bu, bunlar hamısı Zəkiyə xanımın əl işləridir. Görürsünüz, bax bunu əllə düzəldib bu gülləri. Bax bu butaları mənə çox xoş təsir bağışladı. Görürsünüz necə də gözəl bir əsər yaradıbdır. Və burada bu quşları, onun necə belə incəlik lazımdır ki, onları yaradasan. Zəkiyə xanımın çox zəngin həyat yolu var. Burada bizim görürsünüz Suqra xanım, Azərbaycan Akademik Dram Teatrının aktrisası Suqra xanımı çəkibdir. Və burada mən orada şəklini görmüşdüm, bizim Gülyana xanımın şəklini. Yəni onu da çəkibdir. Gülyana xanımı da Gülyana bacıları çəkib. O bacılardan Gülyana xanımdır. Hansıdır? Gözəldir, Gülyana xanımın şəklidir. Çox zəngin dünya görüşü var. Çox maşallah, gülərüz, çox pozitiv, enerji dolu, həyat dolu bir xanımdır. Əsərlərdəki göz qabağından səhərdən baxırıq, göz qamaşdırır. Həqiqətən də elə sanki bir dünya kəşf edir. Sehirli nağlar aləmə düşmüşük. Nələr var, təkcə heç nə yox, inanın, bax, möcüzədir bu. Götür, yaxından göstər. Bir qadında ilahi nə böyük sevgi, məhəbbət var ki, bunu gecə gündüz yuxusuz gecələrin sayəsində
bir-bir əzabla, bir-bir, bax bu oyuncaqların hamısı əl işidir. Bəlkə də bunun qiyməti yoxdur, Cəvahir xanım. Həqiqətən. Dekorasiyadır. Bu satışa qoysa bunun qiyməti yoxdur. Güzel sənət. Ən böyük sənət əsəridir. Nə bilim, mən bilmirəm, söz tapa bilmirəm. Bax, bizim o gözəl Suqra xanım. Suqra xanımı necə gözəl bu portretə canlandırıb, necə olduğu kimi real. Bax, o adi, sadə bir portreti, amma nə qədər gözəllikdir, nə qədər duyğusaldır. İnsana pozitivliyi bəxş edir. O qədər pozitivliyi insana bəxş edir. Heç bilmirsən hansının, yəni, bax bu ilk bunların həyat yoldaşından, tanışlığından doğan gözəl bir duyğusal bir tablo. Xəyallar aləmi. Xəyallar aləmi, yəni şairin öz Şah əsəri. Rəssamın öz təxəyyül dünyası, ilk sevgi dünyası, ilk sevgidə necə onların görüşdüyü məkan, görüşdükləri yer, onun xəyal dünyasında daim orada məskən salır. Hətta bəlkə kövrəldiniz, çox duyğusal işlər keçirdiniz. Nə bilim valla, mən sizi o qədər bəyəndim, o qədər həqiqətən sevdim ki, siz çox tanınmalısınız Zəkiyə xanım. Bütün Azərbaycan sizi tanımalıdır. Belə bir istedadlı rəssam xanım, belə bir yaradıcı, gözəl insan, həm xarakteri gözəl, xasiyyəti gözəl, gözəl ana, gözəl nənə, maşallah 2 tərbiyəli oğul evladı və nəvələri, nəticələri, yəni bunlar hamısı onu göstərir ki, siz təkcə yaradıcı məşğul olmuşsunuz, həm də gözəl cəmiyyətimizə belə gözəl evlatlar bəxş eləmişsiniz. Mən ona görə bir ana şeyi demək istəyirəm. Buyurun. Və sizin simanıza bütün gözəl anaların, Allah hamısının canı sağ olun, Allah korusun. Dünyası dəyişin Allah'ın, hamısı yer beşt olsun. Qəbrlərlə olsun, elməyim anam içində, Cəvahir xanım içində. Hər bir açıq, cənnət anaları qayağı altındadır. Ana dünyanın gözəlliyi də analar. Allah dünyamızı anasız etməsin. Deyəsin. Dünyanın bəzəyi sən misən ana? Sən misən həyatın özəyi ana? Sənsiz bahar olmaz, güllər açılmaz. Sənsən yer üzünə cavan. Mənə bir dünyalı ömür bəxş etdin. Öz cavan ömrümü mənə həzz etdin. Tək səni sayanda burada yetdim. Sənsən gözəllərin, gözəl ana. Adın müqəddəsdir, vicdanın təmiz, məhəbbətin dərin, eşqin bir dəniz. Övlad üçün dünyada hamıdan əziz, sənsən muğamatım. Buyurun Sevinç xanım. Bir daha biz xoş gəlmişik Azərbaycanın gözəl rəssam xanımın evinə. Hoş geldiniz. Buyurun. Tanınmış rəssamdır. Və təşəkkür edirəm Cəvahir xanıma ki, bizi sizlərlə yaxından tanış etdi və biz bir arada sizlərin, necə deyərlər, Görüşünə gəldik. bəli, Güzel əsərlərinizlə sağ olun. Cəvahir xanım, çox sağ ol, minnətdaram sizə, təşəkkür edirəm. Siz gələrsiniz. Hoş geldiniz. Yəni, davamlı olsun, axarlı İnşallah. olsun görüşlərimiz. Biz də istəyərdik ki, sizi gənclər tanısın. Sağ olun. Bu işdən də biz bir daha da təşəkkür edirik Cəvahir xanıma. Buyurun. Və burada mən Gülağa Tənhanın çox gözəl bir kitabını görmüşəm. Bu Gülağa Tənhanın kitabının rəssamı da bizim çox hörmətli Zəkiyə Mahmudovadır rəssamımız. Çox gözəl də işləyibdir, çox gözəl. Və buradan bu kitabı əlimə aldım, istədim ki, burada yazıb Ay bacı şeirini mən sizə ərmağan edəcəm. Mən səni ətirli gülüm bilmişəm. Ay yana. Söyləyən dilim bilmişəm. Balamı oxşayan əlim bilmişəm. Bacı, ay bacı. Qəmimi biçəsi oraq bilməni. Bəxtinə boylanan soraq bilməni. Ömrünə, gününə dayaq bilməni. Bacı, ay bacı. Gülağa dağ aşar, dərələr keçər. O sənin yolundan, canından keçər. Gülağa dağ aşar, dərələr keçər. O sənin yolunda canından keçər. Qəmlənsən, qəmini su bilib içər. Bacı, ay bacı. Gör nədir? Qəmlənsən, qəmini su bilib içər. Yəni o sənin qəmini, öz qəmi bilib onun ürəyinə, qəlbinə hopduracaq. Və bununla da əziz tamaşaçılar, bugünkü görüşümüz sona çatdı.
boyumuz boylansın, soyumuz soylansın. Güzel. İgidlərimiz, ərənlərimiz var olsun. Amin. Ocaqlarımız yanar olsun. Qazanlarımız qaynar olsun. Amin. Sularımız axar olsun. Tanrı Azərbaycanımıza, Turan ellərimizə var olsun. Yar olsun. Həmişə düşmən gözü kör olsun. Evlərimizə, ocaqlarımıza halal ruzu bərəkət gəlsin. Oğullarımız, gəlinlərimiz, nəvələrimiz, nəticələrimiz Quran-ı Kərimin bizə göstərdiyi, şəriətin bizə göstərdiyi halal yolla getsinlər. Əgər yolunu sapmış varsa, Allahın hidayət ipindən tutsunlar, onlar da düz yolla getsinlər və bununla da sağ olun, sağlıqla qalın. Cavahir xanım, buyurun. Sonda sizlə bir vətənbəri mahsuqum, bir çikbə. Desin sözünü Sədaqət xanım mahnısıyla yekunlaşdırır. Çox gözəl vətənbəri mahsuqum. Gələn ayaqlarınız var olsun. Cavahir xanım, mən sizinlə fəxr etdim. Həqiqətən də bizim Azərbaycan dövlətimiz gözəl dövlətdir. Allah İlham Əliyevi həmişə var etsin ki, Amin. belə bizim hakimiyyətimiz var. Belə gözəl şairələrimiz var. Qiymət verir, hamısını qiymətləndirir. Mədəniyyət içlərinə gözəl ad verir. Necə deyim sizə, təşəkkür bildirirəm. Allah Leyla xanıma, bəli, Leyla xanım, Bəli, bax burada bu günlərdə Leyla xanımın ad günüdür. Mən bunu xüsusi qeyd eləmək istəyirəm. Rəbbim Leyla xanımı qorusun. Amin. Və onun bu yolda Azərbaycan Respublikası Heydər Əliyev adına Heydər Əliyev Fondunun vitse-prezidentidir və ona bu Zəki xanımla bu səmimi duruşu, gülüşü daimi olsun. İnanıram ki, sizə də uğurlar gətirəcək. Bax bu Leyla xanımla görüşünüz də, səmimiyyətiniz də və bu yerdə də Sədaqət xanım buyurun sizin mahnınızla sağollaşırıq. Sağ olun, sağlıqla qalın. Yaşasın Azərbaycanımız, var olsun millətimiz. Hamımız bir oxuyaq. Canımızda bağlıyıq, bu torpağa boyuyuk, sıralanıp da kimi gelinmirəməz. Bugün biz Cavahir Qaraqızının rəhbərliyi ilə gözəl bir yaradıcı xanımın, istedadlı bir xanımın, rəssam xanımın evində olduq. Zəkiyə Mahmudovanın. Bu xanımın doğrudan sorağını eşitmişdim, amma özü haqqında özünü görməmişdim həyatda. Çox sağ olsun Cavahir xanım gətirdi bu xanımla təbii həyatda tanış oldum. Cavahir xanım həqiqətən də çox ürəyi geniş, çox səxavətli, çox mərhəmətli, çox savadlı, çox istedadlı. Həm də Borçalı mahalından olduğuna görə çox belə sazlı sözlü bir xanımdır. Televiziya kanallarına tez dəvət alır. 10 ildən artıqdır ki, Cavahir xanım Məqsəd Şairlər Məclisi qrupunu çox ləyaqətlə, şərəflə, özəl şəkildə idarə edir. Hər dəfə ətrafını özü xasiyyətli, gözəl insanları toplayır və gözəl tədbirlər həyata keçiririk. Çox möhtəşəm yubileylər eləyirik, kitab təqdimatları olur, ad günləri olur. Yəni bunların hamısı silsilə tədbirlər, hamısı Cavahir Qaraqızının təşəbbüsü ilə, onun təşkilatçılığı, yaradıcılığı olur. Bu yolda Cavahir xanım yuxusuz gecələri keçirir, əziyyət çəkir. Yəni bunlar heç biri asanlıqla başa gəlmir. Cavahir xanım çox, həyatdan çox sənətə bağlı, sənətə yüksək dəyər verən bir xanımdır. Mən Allahdan arzu edirəm ki, Allah da Allah Cavahir xanıma o qədər ömür versin ki, hər dəfə onun ətrafında biz də baxıb, belə ürəklənək, fərəhlənək və belə gözəl çəkişlər eləyək ki, belə yaradıcı, gözəl bir Zəkiyə xanım kimi xanımla tanış olaq. O da bizim həyatımıza yeni bir rəng qatsın, bizi gözəlləşdirsin, bizə həyata olan sevgimizi biraz da artırsın. Çox bir daha təşəkkür edirəm hər ikinizə. Həqiqətən də bugün sizin evin qonağı olduq. Evinizin də aurası o qədər gözəldir. Adam heç buradan getmək istəmir. O çayınızdan da vəbşə doymadıq, o Samvar çayından. O nostalji hisslər yaşadıq. Süfrəniz gözəl, özünüz gözəl, hər şey gözəl. Çəkilişimiz gözəl. Ümumiyyətlə, bugün o qədər gözəl, yəni bir çəkilişimiz oldu, verişimiz oldu. Nə bilim, mənə bu tarixə qızı əvrə yazacaq bir gün oldu. Cavahir xanım, bir daha sizlərə təşəkkür bildirirəm. Gözəl bacımız, gözəl şairə xanım. Allah sizi var eləsin. Allah sizə elə bir ömür versin ki, dünya durduqca durasınız. Var olasınız, həmişə fəxrimiz olasınız. Həmişə qürur yerimiz, qürur mənbəyimiz olasınız. Amin.
Öpürəm sizi. Sağ olun. Hər ikinizi öpürəm bağırma Təşəkkür basıram. edirəm və mən də gözəl rəssamımız Zəkiyə xanım Mahmudovaya təşəkkür edirəm bu gözəl qonaqpərvərliyi üçün, bu gözəl qarşılama üçün, bu gözəl qapılarını bizə açdığı üçün, bu gözəl samavarla, qızıl güllü çayı üçün. Yəni ürəyimiz samavar istəyəndə gələcəyik. Gələcəm, həqiqi gələcəm. Buna görə Mən artıq sağ olun, dayana əziz bilmərəm, tamaşaçılar. Gələn ayaqlarınız var olsun. Allah sizə can sağlığı versin. Cavahir xanım sizin haqqında çox eşitmişdim, amma həqiqətən belə sol arxasında oturub çay içirsə söhbətimizi eşitməyib, görməmişdim. Gördüm, çox şad olum. Yerin zirvelerdir en uca dağlar, yiğitlerin erdir her zaman çağlar. Sen kan kardeşimsan galip müzeffer, sen can sirdaşımsan yenilmez esker. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Şanım bayrağım. Emrine müntezir eller obalar, canın kurban değil git oğullar. Ayın ulduzunla verip baş başa, eğme vur bayrağım ebedi yaşa. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Şanım bayrağım. Bəxtimin ulduzu üç renkli bayrak, sen senem cismime ruhuma dayak. Cevahir aşıkın dilde nəğmələr, seni övməkdədir her akşam səhər. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Ey zafer aşığı canım bayrağım, şöhretim, güdretim, şanım bayrağım. Şanım bayrağım.